İmam Hüseyn əleyhissalamın gördüyü işin bənzəri yoxdur tarixdə. Biz onun əzasını saxlayırıq. Niyə İmam Hüseynə əza saxlayırıq? Niyə bu qədər mühümdür? Əza saxlamaq, yəni İmam Hüseynə beyyətivi göstərmək, yəni İmam Hüseynə olan beyyətivi təzələmək. Əza saxlamaq budur ki, özümüzə baxaq, hansı eyblərimiz var, onları düzəldək, onları görək. Əzadarlıq, yəni Hüseyncan, məndə sənə bənzəməyən nə varsa, bunları mən düzəltmək istəyirəm. Hansı xüsusiyyətim sənə bənzəmir? Bax, o xüsusiyyəti islah eləmək istəyirəm. Hansı düşüncəm sənin düşüncəvə bənzəmir? Onu islah eləmək istəyirəm, düzəltmək istəyirəm. Yəni, mən əza saxlayıram sənə. Yəni, bir mənası budur ki, Hüseyn, mən istəyirəm sənin kimi olum. Hər mənada.